Salam. Bugün sizinlə göndərdiyiniz mənbələr əsasında iş müsahibəsinə hazırlıq mövzusunu dərindən araşdıracağıq. Məqsədimiz yəni bu materiallardakı ən dəyərli məqamları üzə çıxarmaq və sizin növbəti müsahibənizdə, belə deyək, konkret bir üstünlük qazandırmaqdır. Bugünkü araşdırmamız www.jobzones.com sponsorluğu ilə sizə təqdim olunur. Jobzones.co iş axtaran minlərlə insanın varlığı bizə kifayət edir. Bəli, göndərdiyiniz materiallara baxanda həqiqətən də bir neçə əsas istiqamət görünür. Hazırlıq deyəndə ilk növbədə hədəfli araşdırma, sonra təsirli ünsiyyət, davranış nümunələrini təqdim etmək və bir də özünü düzgün ifadə etmə. Gəlin baxa görək bu mənbələr hər mərhələ barədə nə deyir, hansı fərqli, vacib məqamlar var. Elə başlayaq araşdırmadan. Demək olar ki, bütün mənbələr deyir ki, şirkəti tanıyın. Amma sizin göndərdiyiniz məqalələrdən birində maraqlı bir şey var idi. Deyir ki, təkcə nə etdiklərini yox, həm də niyə etdiklərini başa düşmək lazımdır. Yəni, o missiya, dəyərlər məsələsi. Məsələn, elə jobzones.co platformasında 200-dən çox şirkət profili var deyirik. Bax, o profillər məhz bu dərinliyi verə bilər. Şirkətin mədəniyyəti, son layihələri. Düzdür. Həmçinin vakansiyanın tələblərini də təbii ki, dəqiqliklə analiz etmək tövsiyə olunur. Bəli, və o dəyərləri anlamaq sadəcə bilmək üçün deyil də, başqa bir mənbədə də vurğulanırdı ki, bu dəyərləri öz cavablarınıza, xüsusilə də o davranış sualların vara, onlara inteqrasiya etmək lazımdır. Yəni, keçmiş təcrübələrinizlə bağlı suallara. Bu suallar əslində işə götürənə sizin gələcəkdə necə davranacağınızı göstərir. Aha, o məşhur STAR metodu yəqin ki, Situation, Task, Action, Result. Hə, o metod. Faydalıdır, strukturludur. Amma bəzi mənbələr də xəbərdarlıq edir ki, yəni çox əzbərlənmiş, biraz qeyri-səmimi təsir bağışlaya bilər, diqqətli olmaq lazımdır. Əsas məsələ odur ki, danışdığınız hekayənin konkret nəticəsi olsun və səmimi danışasınız. Ünsiyyət bacarıqları. Bu da çox geniş mövzud əslində. Sizin qeydlərdə aktiv dinləmə xüsusi vurğulanıb. Yəni, pəkcə eşitmək yox, həqiqətən anlamağa çalışmaq. Bəli, göz taması qurmaq, hərdən baş ilə təsdiqləmək, anladım, kimi ifadələr işlətmək, hətta deyiləni qısaca öz sözləri ilə təkrarlamaq, bunlar hamısı aktiv dinləmədir. Bədən dili də çox önəmlidir deyəsən. Bir mənbədə hətta əl sıxmağın gücü barədə də yazılmışdı. Nə çox zəif, nə çox güclü, sakit, özünə əmin bir duruş, həyəcanlı jestlərdən, məsələn, barmaqlarla oynamaqdan falan qaçınmaq lazımdır. Səs tonu, aydın nitqdə peşəkarlığı göstərir. Hətta danışıq sürətini də vəziyyətə uyğunlaşdırmaq tövsiyə olunur bəzi mənbələrdə. Geyim tərzinə gəlincə, orada da ümumi bir qayda var deyəsən. Hə, o müraciət etdiyin vəzifədən bir pillə yuxarı prinsipi var, amma əsas məsələ səliqəli, təmiz və vəziyyətə uyğun geyinməkdir. Yəni, çox da şişirtməyə ehtiyac yoxdur bəlkə də və punktuallıq. Bu, yəqin ki, müzakirə olunmur heç. Gecikmək olmaz, qətiyyən. Əlbəttə. Hətta bir mənbədə yazılırdı ki, əgər gözlənilməz bir hadisə olursa, mütləq dərhal xəbər vermək lazımdır. Bu, məsuliyyət göstəricisidir. Yeri gəlmişkən, əgər iş axtarışı və ya bu müsahibəyə hazırlıq prosesində, necə deyim, etibarlı bir platforma axtarırsınızsa, www.jobzones.co həqiqətən sizin üçün çox faydalı ola bilər. Baxın, jobzones.co-da bayaq dediyimiz kimi 200-dən çox şirkətin ətraflı profilini tapa bilərsiniz. Şirkətlərin mədəniyyəti, dəyərləri, hətta ən son xəbərləri, hər şey var. Aktiv vakansiyaları da oradan asanlıqla izləmək olur. Şirkətlərin öz saytlarına, sosial media səhifələrinə birbaşa keçidlər də var. Yəni, bu, sizin o araşdırma işinizi xeyli asanlaşdırır da, vaxtınıza qənaət edir. Bir sözlə, jobzones.co müsahibələrə daha bilgili, daha hazırlıqlı getməyiniz üçün əla bir vasitədir. Çox sağ olun. Bu dedikləriniz elə bəzi dinləyici sualları ilə də üst-üstə düşür. Məsələn, bir dinləyicimiz yazıb ki, müsahibə zamanı həyəcanı necə idarə edim? Sizin o göndərdiyiniz mənbələrdə bununla bağlı praktiki tövsiyələr var idi. Olmazmı? Bəli, var idi. Həyəcan normaldır. Əvvəla bunu qəbul etmək lazımdır. Mənbələrdə bir neçə üsul qeyd olunur. Birincisi, məşq. Suallara cavabları səsləndirmək, hətta bir dostla rol oyunu kimi etmək olar. İkincisi,
müsahibədən əvvəl bir neçə dəfə dərindən nəfəs almaq. Bu, həqiqətən sakitləşdirir. Üçüncüsü isə, belə deyək də, perspektivi dəyişmək. Yəni, bu təkcə şirkətin sizi seçməsi deyil, həm də sizin onları seçməyinizdir. Öz güclü tərəflərinizə, nə təklif edə biləcəyinizə fokuslanın. Çox yaxşı məsləhətlərdir. Bir də çox verilən sual, müsahibənin sonunda hansı sualları verim? Bəzi mənbələrdə hətta deyilir ki, sual vermək mütləqdir. Mütləqdir. Sual verməmək çox vaxt maraqsızlıq kimi başa düşülür. O göndərdiyiniz materiallarda yaxşı nümunələr var idi. Məsələn, prosesin növbəti addımları barədə soruşmaq olar və ya, məsələn, bu zərzifədə ilk 3-6 ayda uğurlu sayılmaq üçün əsas gözləntilər nələrdir? Bu çox yaxşı sualdır. Konkretliyə yönəldir. Bəli, şirkət daxili təlim, inkişaf imkanları barədə də soruşmaq olar. Hətta müsahibə götürənə biraz şəxsi sual vermək də olar, əlaqəni gücləndirmək üçün. Məsələn, bu şirkətdə işləməyin ən çox nəyini bəyənirsiniz? Maraqlıdır. Və sonda, namizədliyimlə bağlı ağlınızda qalan hər hansı bir sual ya şübhə varmı? Bu sualda çox peşəkar təsir bağışlayır, əgər nəsə qaranlıq qalıbsa, aydınlaşdırmağa imkan yaradır. Deməli, sizin mənbələr əsasında gördük ki, uğurlu müsahibə təkcə cavabları əzbərləmək deyil. Düzgün araşdırma, effektiv ünsiyyət, öz təcrübəni inandırıcı şəkildə təqdim etmək. Bunlar hamısı bir yerdədir. Ümid edirik ki, bu müzakirə sizin üçün, əziz dinləyicilər, faydalı oldu. Və bir şey də unutmayın ki, hər müsahibə həm də bir öyrənmə təcrübəsidir. Bu proses həm də sizin özünüz üçün doğru şirkəti, doğru vəzifəni müəyyən etməyinizə kömək edir. Əgər əlavə məlumat almaq istəsəniz və ya jobzones.co ilə potensial əməkdaşlıq imkanlarını müzakirə etmək istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz. E-mail adresimiz info@jobzones.co. Telefon nömrəmiz isə +994 55 424 81 26. Layihə meneceri Mir İsmail Qurbanlı ilə əlaqə saxlaya bilərsiniz. Diqqətiniz üçün çox sağ olun. Bəs sizcə, bütün bu hazırlıq, bütün bu taktikalar fonunda müsahibədə ən vacib olan nədir? Mükəmməl hazırlıqlı görünmək, yoxsa səmimi və özün olmaq? Bəlkə də balansdır. Bu barədə düşünməyə dəyər. Növbəti dəfə görüşənədək.